Nizam metrosunun yaxınlığında 5 mərtəbə kimi tanıdığımız ərazidə Xarici İşlər Nazirliyinin arxasında gördüyünüz Süleyman Rəhimov küçəsində ümumi sahəsi 130 kvadrat metr təşkil edən ofis üçün yararlı olan obyekt icarəyə götürmək istəyirsinizsə bizi izləyin. Где-то на белом свете, там, где всегда мороз, трутся спиной медведи, а земную ось мимо плывут столетия, спят подо льдом моря. Gördüyünüz kimi Медведи burada da вертят obyekt istiqamətinə getmək üçün şlaqbaum quraşdırılıb. Buranın da idarə etmə pultu var və parkovka üçün də şərait mövcuddur. земля. Və biz çatdıq az öncə qeyd etdiyim obyektin qarşısına. Gördüyünüz kimi iki vitraj pəncərə var. Вертят земную Yeni tikili binanın altında yerləşir раньше və keçid adları alırıq пришло obyektin daxilinə. однажды утром, раньше на год или два. Gördüyünüz kimi boydan boya geniş formadadır. Умные слова. Döşəmə metraqdır. Bu isə mətbəx kimi nəzərdə tutulub. Быстрее земля. 2 sanuzel mövcuddur. Bura 1. Burada növbəti ikinci sanuzel. Вертится bыстрее земля. Вслед за весенним Və burada раньше ikinci bir hissə. Buranın da eyni qaydada giriş qapısı mövcuddur. много-много Hər iki hissədə də kondisioner mövcuddur. Burada da eyni qaydada döşəmə metraqdır. Qarşısında da maşın saxlamaq üçün şərait var. Bu obyekti icarəyə götürmək istəyən hər bir şəxs Prosesindəki mobil nömrə ilə birbaşa saxlaya bilərlər.